Əzizlərim, salam. Siz çox məşhur videolardan birindəsiniz hal-hazırda və bu video əsla təsadüf olaraq qarşınıza çıxmayıb. Hansı ki, bu videoda biz sizin taleyinizi oxuyacağıq. Ruski pasians və ya qaraçı kartları adı ilə tanınan bax bu qədim kartlarla. Və xatırladım ki, mənim məhz əlimdə olan kartların ən azı 25 il, 20-25 il aralığında bir ömrü var. Çox böyük bir yüksək enerji daşıyır özündə. Bir niyyət tutun. İçinizdən bir şeylər hiss etməyə, düşünməyə çalışın. Niyyətlənin. Bu videoda məhz buna görəsiz. Gələcəyinizlə bağlı nəyisə bilmək, nəyəsə cavab tapmaq üçün və niyyətinizi tutun. Video qarşısına çıxan hər kəsə aiddir. Hər kəs dinləyə bilər. Kartlarımızı qarışdıraq və bölək. İndi başlayaq. 3 açılım olacaq. Keçmişiniz, indiki zamandakı həyatınız və bundan sonraki həyatınız, yəni gələcəyiniz. Birinci keçmiş kartlarınıza baxaq. Baxaq görək siz kim olmusunuz? Baxın, burada bir birləşmə var. Dərhal bir simvol birləşir. Baxaq görək, niyyətlənin, hiss edin bütün enerjinizi videodakı frekansa, videodakı enerjiyə verin. Və bu inanılmaz çox həm gözəl, həm əyləncəli, həm də doğru təsbitlər edən kartlarını xatırladım. Düzdür, bunun bir çox versiyaları var satışda. Amma təbii ki, heç biri bu deyil. Və burada yalnız hansısa bir kağız parçasını, kağız olsun və eyni simvol şəkillər olsun deyil. Həm oxuyucu əsasdır. Onu kim oxuyur, kim harda nə hiss edir. Simvollar fərqli mənalarda verə bilir bəzən. Bir simvolun mənası digərin yanında çox fərqli dəyişə bilər. Və eyni zamanda da kartın öz tarixi, hansı əldən ələ keçməsi, ilk sahibi kimdir, hansı enerjilər daşıyır, bunlar da önəmlidir. Gəlin indi isə başlayaq. Birinci baxaq hansı simvollar birləşir və bu açılım keçmişinizlə bağlıdır. Nələr yaşamısınız, nələr olub bu niyyətə bağlı ya da bəlkə ümumi. Çələngi birləşdirdik. İkinci birləşən simvolumuz mütləq qapıdır. Həm qapı birləşir, həm üzük birləşir. İndi onu da birləşdirəcəm. Baxaq görək bu kartlar bizə nə demək istəyir. Burada toyuq cücə gəldi. Baxaq, başqa birləşmə varmı? Qapı, toyuq cücə, üzük, çələng və mən başqa simvol görmürəm birləşən. Başqa bir şey görmürəm. Yəni mənə görünmür hal-hazırda. Əgər görünmürsə də belə, yəni yenə də onu seçmiriksə və oxumuruqsa, bu da bir qədərdir, biləsiniz. Hər şey spontandır burada. İndi isə kartları yazmağa çalışaq və gördüyünüz kimi çələng, zəfər, mübarizə. Bir şey uğruna, lider olmaq uğruna, qazanmaq uğruna, həyatına o qapını açmaq uğruna mübarizə aparmaq. Üzük
şərh, interpretasiya deyirlər, şərh, açıqlığa çıxması bir şeylərin, aydınlığa çıxması, işıqlığa çıxması və qapı hər mənada qapı, yolun açılması, bir qapının açılması fərq yoxdur. Bir insanla qapılarının açılması, ya dövlət işinə qapının açılması, təhsil həyatına qapının açılması, toyuq cücə, ailə, birlikdəlik, yaxud istədiyin o komforta, istədiyin niyyətə qovuşmaq. İndi bu 4 dənə simvol birləşib bizə mesaj verir ki, siz keçmişdə qazanmaq uğruna, yəni qazanasınız, məhz o qapını öz həyatınıza açasınız deyə çox mübarizə vermisiniz. Siz çox savaşmısınız. Bəlkə də aylar gedib buna, bəlkə də illər gedib. Bir də bəzi məqamlar var. Xüsusilə də mən deyərdim, sizin şəxsi hisslər və şəxsi həyatla bağlı ən çox bunu vurğulayıram. Niyə? Çünki üzük simvollara birləşikdir. Misal üçün pişik, burada var demək kilit, burada var kolokol. Yəni ki, nə demək istəyir? Gəmi, ramaşka, məktub. Yəni siz hansısa bir flörtlə, evli olduğunuz insanla, yaxud nişanlı ilə, yaxud sevgili ilə, hər kimlə isə qaranlıq durumlar, bağlı məsələlər olub. Siz istəmisiniz bu açıqlığa qovuşsun, bu məqamlar yəni açıqlığa çıxsın. Bəzi şeylər, qaranlıq şeylər sizə aydın olsun, nə baş verir, niyə baş verir, sizə nələrsə sizə gizli qalıb, nələrsə sizi xoşbəxt olmağa, sizi rahat olmağa, sizə yəni imkan verməyib sizi rahat olasınız. Nəsə xəbər var, elə bil həmişə bir xəbər gözləmisiniz, nəsə informasiya almaq istəmisiniz, nəsə üzə çıxsın, nəsə açıqlığa çıxsın. Ki, mən rahat olum, mən xoşbəxt olum. Yəni, sizin verdiyiniz mesaj budur. Bilinçaltınızın verdiyi mesaj. Nə ilə bağlı? O insanla bağlı, o insanla olan yolun bağlılığı ilə bağlı. Bu söz-söhbət, yaxud filan şey niyə baş verdi, bununla bağlı. Və siz nə istəmişsiniz? Siz birlikdə olmaq, amma siz ailə olmaq, siz birlikdə olmaq. Bunu işlə də bağlı yorumlaya bilərsiniz, yaxud da yoza bilərsiniz. Əgər iş, karyera və təhsillə bağlı yozarsanız, yenə baxın, bunu belə yozacaqsınız. Siz çox çalışmısınız, həyatınızda o qapını açasınız. Amma orada gizli qalan məqamlar var ki, sizə mane olublar. Və siz həmişə nəsə informasiya almaq istəmişsiniz. Axı, bu niyə baş verdi? Niyə məndə alınmadı? Niyə mənim yolumu kəsdilər? Aydındır. Və axırıncı kart, daha doğrusu simvol toyuq cücə və burada göstərir maneələr. Çox ciddi maneələr olub o diləyə çatmaq yolunda. Bilmirəm, ani şeylər baş verib, çox gözlənməz. Tam olacaq dediyiniz vaxt, tam olacaq. Bəlkə evliliyin ən gözəl vaxtı, bəlkə bilmirəm artıq universitetə qəbul olduğunuz gün, bəlkə tam işə qəbul olacağım dediyiniz an, bəlkə tam onunla sevgili olacağım dediyiniz an, çox ani bir şeylər baş verib, qaranlıq bir şeylər baş verib. Bu keçmiş. İndi isə gəlin bugünə baxaq. Görək bugün enerjisində nələr baş verir. Və kartlarımızı qarışdıraq. Kartlarımızı qarışdıraq, əzizlərim. Bu arada diqqətli olun. Bir neçə gündən sonra 2026-cı ildə büclər nələr gözləyir videosuna başlayacağıq. Mütləq takibdə qalın. Baxaq görək indiki vaxtda nələr baş verir həmən niyyətlə bağlı. İndiki vaxtda nələr baş verir həmin niyyətlə bağlı.
kartların hamısını görün ve yorumlarda suallarınızı da yaza bilərsiniz. Bacardıqca cevablamağa çalışacağım. Əlaqə üçün Tarot Teacher Instagramdan da yaza bilərsiniz əzizlərim. Və baxaq, diqqətlə baxaq görək hansı simvollar birləşir. Biraz daha qaldıraq kartları. Gəlin indi isə birləşən simvollara baxaq burada diqqətlə. Demək, birinci çələng birləşir. Çələng birləşir. Diqqət edin, çələng zəfər deməkdir. Qazanmaq və ya bəzən qazanmaq uğruna kilidləri açmaq, açar gəldi. Kilidlər açmaq, bağlı olan qapıları açmaq uğruna savaş, əzm, iradə, mübarizə deməkdir. Maddiyyat gəldi. Bununla bağlı hal-hazırda sıxıntılarınız ola bilər. Amma mütləq bu sıxıntıların kilidini açırsınız. Narahat olmayın. Sizə anidən, gözlənilməz bir yerdən, yaxud da işiniz varsa işinizdən, işdə ilərləyə bilərsiniz, vəzifə ala bilərsiniz, yaxud daha yaxşı işə gedə bilərsiniz. Yaxud gözlənilməyən, bəlkə işləmirsə, amma gözlənilməyən pul gələ bilərsə. Yəni, bir sözlə sizi o zor durumdan xilas edəcək pullar gəlir. Və birləşdi burada toyuq cücə, yenə birlikdəlik, yenə bir yerdə olmaq istəyi, ailə olmaq istəyi, yuva olmaq istəyi, bəlkə də dost olmaq, bəlkə də flört olmaq, bəlkə də iş yoldaşı, partnyor olmaq istəyi. Yaxud bu təkcə ailə kimi düşünülməməlidir. Hansısa bir işdə olmaq, o işdə çoxalmaq, inkişaf eləmək mənasında da başa düşülə bilər. Və kök salmaq mənasında da başa düşülə bilər. Baxaq görə başqa hansı simvol birləşir burada? Başqa, aha, bu simvol birləşir. Çarx, qədər, talih çarxı. Və başqa, baxın bu ramaşka birləşir. Çoban yastığı. İndi isə baxaq, ümumiləşdirək, bir məna çıxartmağa çalışaq. Zəfər, əzim, iradə, açar, pul qapı, kök salmaq istəyi, birlikdə olmaq istəyi, qazanmaq istəyi, qovuşmaq istəyi, qədəriniz, talihiniz dönür və istəyinizə çatırsınız, xoşbəxt olursunuz. Yəni, kartlar demək istəyir, sən kimsən, hardasan və yaxud bu istədiyini niyə istəyirsən fərq etməz. Amma hal-hazırda çox böyük əzmlə keçmişdə yaşadıqlarına baxmayaraq, bağlı qapıları qırmağa, o dolaşıqlığı sındırmağa, qədərini dəyişməyə çalışırsan. Sən bəlkə keçmiş səni unudub, amma sən heç də unutmamısan istədiklərini, hədəfini, məqsədini. Bu arada iş həyatın, karyerana bağlı yaxın aylar ya da yaxın günlər çox gözəl bir xəbər alacaqsan. Çox gözəl bir xəbər. Hətta anidən mən deyərdim bir neçə hədəfinə çatacaqsan və hətta yeni bir tanışlıq ya da yeni biriləri girəcək həyatına, karyera həyatınla bağlı. Bir görüş görünür karyeranla bağlı, pul məsələlərindən bağlı. Ev ala bilərsiniz, maşın ala bilərsiniz, alqı-satqı eləyə bilərsiniz, çox uğurlu keçəcək. Ya da eyni zamanda bunu da hiss edirəm, yəni bir sözlə əlinizə yaxşı pul gələcək. Yaxşı pul, yaxşı mövqe, yaxşı status, maddiyyata dayalı çox yaxşı şeylər olacaq, pula dayalı. İnanın mənə, tam səmimi deyirəm. Və hətta ailə ilə bağlı, ailənizlə bağlı fərq yoxdur. Siz o ailədə evladsınız ya da həyat yoldaşısınız ya da bəlkə nişanlınızı nəzərdə tutur, sevginizi, bəlkə siz iş yerinizdəkiləri ailə bilirsiniz, o komandadan danışılır. Amma orayla bağlı nəsə bir qırıqlıq, nəsə bir tatmin olmama,
bir konflikt, sizin önünüzdə bir maneələr var, bunu görürəm. Və anidən müəyyən konfliktlər, müəyyən əngəllər üzə çıxsa da, amma siz bunu həll edəcəksiniz. Çox gözəl bir xəbər var. Çox gözəl bir xəbər var. Bunu deyim. Çox gözəl. Təxminən bir neçə ay, 40 gün bu xəbər, yəni bu maneələr aradan qalxacaq və çox gözəl bir görüş, yaxud üzləşmə. İmенно görüş olmaya bilər, üzləşmə, görüş və çox xoş bir xəbər, yaxud misal üçün deyələm, siz nişanlısınız ya sevgilisiniz, yeyib içmək, nişan, xeyir iş, bir sözlə, yəni çox necə deyirlər onu, qeyd etmək. Hə, çox xoş baş verəcək şeyləri qeyd etmək kimi hadisələr gözlənilir. Sonra çarxın dönməsi bugünə qədər fərqli idi deyir. Bugündən sonra tamamilə qədərin %100 dəyişdi. Qədər çarxı sənin üçün döndü. Bugünə qədər sənin divranın deyildi. Amma bugündən sonra sənin əslin, sənin günün, sənin ayın başladı. Və nə olacaq? Sən xoşbəxt olacaqsan, indiki zamanda, amma sən xoşbəxt hiss edəcəksən. Hadisələr sənin xeyrinə elə dönür ki, asta-asta bu arada, yavaş-yavaş maddi həyatın daxil olmaqla işin, pulun, evin, maddiyyatın, ətrafındakı insanlar sənə sayğısız, sənə hörməti, konfliktlərin çözülməyə başlayacaq. Nəsə yol məsələsi də var. Nəsə sizdə yol məsələsi, yol məsələsi ilə də bağlı bir balaca düşünə bilərsiniz. Necə olacaq? Kiməsə getmək, ya harasa getmək, ya bilmirəm işte, kimsə sizə gələ bilər və s. O yol məsələsi ilə də bağlı düşüncəyə dalacaqsınız. Və bir də burada bir dənə bir energetika var. Bir düşməndə bir insan, bir sanki amma gözü görünməyən düşməndə, hə? Biraz maska altında oynayır. Tam olaraq o özünü düşmən kimi qəlibən verməyən, amma sizin düşmən olduğuna inandığınız bir insan var. Sanki sizin bütün işlərinizi qılınçlayır, mane olur, bağlı qapılar arxasından iş görür falan. Onu da həll edəcəksiniz. Onu həll edəcəksiniz və o yol nədirsə, baxın, bayaq bir neçə cümlə öncəsində bir yoldan danışdım. O yolu getmək ya da o yoldan sizə gəlmələr də sizin qədərinizdir. Və hər şey çox yaxşı olacaq. Keçmişdə qaranlıq qalan nələrsə də var, onlar bugün açılacaq. Xoş xəbər də sizə gələcək, sizi xoşbəxt edəcək xəbər. Bu indiki zamana aiddir. Yəni indiki zaman deyərkən yaxın bir neçə aya qədər olan müddəti nəzərdə tuturuq. Bəs gələcəkdə nələr baş verəcək bu niyyətlə bağlı? Yəni yaxın 6 ay, 1 il, bir sözlə gələcək. 3 gün sonra da ola bilər, amma gələcək. Gəlin indi isə gələcək kartlarını qarışdıraq. Baxaq görək, gələcəkdə nələr var bu niyyətlə bağlı. Bu niyyətlə bağlı gələcəkdə nələr var? Gəlin baxaq görək, burada hansı simvollar, fiqurlar birləşir və əzizlərim, burada birləşən simvol gördüyüm qədərilə çox azdır.
bir neçə simvol birləşir. Məsəl üçün bu çələng. Çələng birləşir. Qılınclar birləşir. Qılınclar. Bir də bu ikisi. Və çox həyəcanla sonunu gözləyirdim. Bu isə o deməkdir ki, siz illər boyu qədərinizi, taleyinizi, axışınızı dəyişmək üçün, bax, taley çarxıdır da bu çarx, döndərirsiniz Poli Çudes verilişindəki kimi və döndərdikcə evrən, kainat, insanlar hamı sizin üçün çalışır. Və siz sanki bir ömür bu niyyət nəticə onun üçün mübarizə aparırsınız kimi ya da hərəkətlər edirsiniz. Bu sizin öz şəxsi qələbəniz, azadlığınız, təhsiliniz, sevginiz, ailəniz ola bilər. Və siz burada güc birləşdirdiniz, gücünüzə güc qatdınız. Qılınclar bəzən düşmənçiliyi təmsil edir, amma burada əsl o mənanı vermir. Burada iki qılınc düşmənlər üzərində zəfər. Çünki zəfər simvolu ilə birləşir və çarx da qızıl güllə birləşərək sonda məhəbbət qazanır, sonda sevgi qazanır. Sonda siz, necə deyim, o sevə bilmək şansını qazandınız. Siz o sevgini yaşamaq şansını qazandınız. Yaxud bilmirəm, bu sevgi məhz hansısa bir insana aid olmaya da bilər. Bəlkə də özünüzlə bağlıdır, təhsilinizlə bağlı, hər nə ilə bağlıdır. Sonda o niyyəti siz qazandınız. Niyyəti qazandınız. Və mən belə hiss edirəm. O niyyətə siz çatdınız. Əliniz o niyyətə çatdı. Düşmənlər üzərində qələbə çaldınız. Və indi son 7 kart. Ən sevdiyim və ən sonda olan son 7 kart. Gəlin kartları tərs çevirək. Və son 7 kartı seçək. Bütün möhtəşəm enerjiləri bu videoya dəvət edirəm. Bu videoya baxan üçün çox möhtəşəmdir. Bal olsun. Baxaq görək o niyyətinə çata biləcəkmi? Və 7 kart seçək onun üçün. 1, 2, 3 və 4, 5, 6 və bu isə 7. Vav, qəşəng. Qəşəng, çox maraqlı. Çox qəşəng hətta. Quşu xoşbəxtlik, pəncərə yaxın bir neçə ay, 40 gün içərisində necə deyim, o hissləri yaşamaq, gözəl şeylər olmaq, gözəl xəbərlər almaq, açar bağlı hər şeyin, qapıların, hadisələrin açılması, gözəl yolların açılması, gözəl şeylərin baş verməsi və güzgü birləşir. Güzgü üzləşmək, ayna həm də üzləşmək deməkdir. Həm özünüzlə, həm də biriləri ilə üzləşmək, həm tanışlıq, yeni birilərini də tanıya bilərsiniz bu arada. Və burada bir küslük gəldi. Və burada bir küslük, inciklik. Baxaq görək. Başqa bizdə hansı birləşmə var? Diqqətli olaq. Bu son açılımdır. Başqa heç nə birləşmir. İndi isə oxuyaq. Baxın əzizlərim, birincisi çox ciddi bir üzləşmə yaşayacaqsınız. Öncəliklə özünüzlə. Hadisələrdən sonra özünüzü daha yaxşı görə, daha yaxşı tanıya, nə hiss etdiyinizi anlaya biləcəksiniz. Üsyanlarınız dayanacaq. Bu bir. İkincisi və mənim gördüyüm, sanki biriləri ilə küssüz, ya ayrılmısınız, ya bir küslük enerjisi var həyatınızda, bir konflikt enerjisi var, bir düşmənçilik enerjisi var. Amma o sanki çox uzaq deyil, yaxın bir neçə ay, bəlkə biraz uzanar, bəlkə biraz qısalar, amma çox az çəkəcək. Maneələr aradan qalxacaq. Təkliyiniz
gedəcək, durğunluq bitəcək, siz zəfər çalacaqsınız. Qələbə, ani və xoş xəbərlər, yolların açılması, məktub, gözəl şeylərin baş verməsi, münasibətin düzəlməsi, bəlkə də işlərin yoluna düşməsi, bəlkə də karyeranın işlə bağlı yenə eyni qaydada o durğunluğun aradan qalxması, bir sözlə gözəl şeylər baş verəcək. 40 gün və ya yaxın bir neçə ay ərzində. Bu qədər bu videonu dinləyənlər üçün çox xeyirli bir video oldu. Aldım, qəbul etdim. Oldu. Təşəkkür edirəm yazaraq videodakı gözəl enerjiləri alın və qəbul edin ki, gerçəkliyinə qovuşsun. Hələlik sizləri sevirəm. Görüşənədək.